Almanlar müharibədə çox ciddi uğurlar əldə elədilər. 1914-cü ilin iyun-avqust aylarında çox ciddi uğurlar əldə elədilər. Alman qoşunları Fransa ordularını məğlubiyyətə uğradaraq yəni Marna sayına qədər gəlib çıxdılar. Yəni Şimali Fransa ərazisi işğal olundu, bir hissəsi, Şimali Fransanın bir hissəsi işğal olundu və Parisin bir neçə kilometrliyinə qədər gəlib çatdılar və hətta Fransanın hökuməti Parisi tərk eləməyə məcbur oldu. Və belə bir vəziyyətdə Almanlar Fransada vuruşarkən, Almanlar Fransada vuruşduğu bir vaxtda, belə bir vəziyyətdə Rusiya burada cəmləşdirdiyi qoşunu Almaniya ərazisinə daxil elədi. Yəni fikir verin, Almanların bütün qoşunları Fransaya qarşı döyüşür və Almaniya ümidi Avstriyaya ki, Avstriya Rusiyanın başını qatar bu istiqamətdə, Rusiyanın başını qatar və Rusiya Almaniyaya göndərməyə qoşunu olmaz.